Aha, deməli bu skriptimiz bunu dedi ki, burada şəklimiz olacaq. Bu düzgün bağlanıb, bu düzgün bağlanıb. Yeni keçirik maillə. E-mail. E-mail deməli yuxarı bağlamışam sağ sol. Mail, aha, bəli, düzdür. Keçirik digərinə. Okey, bu da düzdür. Şifrə. Bir dəqiqə, bir dəqiqə. Bu bir, aha, bu da düzdür. Bunlar düz Okey. olmaya bilər. Bunlar düzdür. Bunlar düz olmaya bilər çünki çox fikir vermədim bunlara ki, çünki onsuz Aha, da yok, yok. Düzdür. Aha. Bunu tapıram bir də bunu. necə demişdim, kənara bağlamağın yerinə, yəni buna parent deyilir də, ümumi belə deyim də, Hə, layoutuna. Layoutuna onu aydın keçəcəm sizə, hələ ki qarışmasın deyə demirəm. Aha, bəli, bu qaydada da eləmək olar. Aha, bunu da okey. Yox, ona ehtiyac yoxdur. Onun çünki bir dənə digər dizayna baxın. O məncə aşağıda olmalıdır, yox? Bütün yox, qaydalar. Aha, oldu. okey. Əslində Yox, aşağıda ona oldu ehtiyac yoxdur. bunlar. Bunu siz batına bağlaya bilərsiniz, amma bunu batın buna bağlamaya ehtiyac yoxdur. Aha, indi baxıra bilərik batına. Tamam, bağlanıb batın, okey. İndi nəyə baxırıq? İstifadəçi sən. Bunu deməli sola bağlamışam, bir də aşağı, bir də yuxarı, bir də sağa hər tərəfdən bağlamışam. Qaçıb eləməsin qoy. Tamam. O, o yanlışdır. Həm yuxarı, həm aşağı bağlamaq yanlışdır. Ya aşağı bağlamalısınız, ya yuxarı bağlamalısınız. Hə, onda hədə doğrudan ki aşağı, hədə yuxarı bağlamaq daha uyğun gələr məncə. Qoy bir yerdə olsun. Tamam. Onda aşağını kəsirik. Yuxarı Aşağını götürün. kəsirik. Bunu da aşağını kəsirik. Bunda da Buna qalanı hafif düşmə olacaq, yoxsa yox? necə? Bir yenidən run eləyərsiniz, baxaq görək sürüşmə olacaq, yoxsa yox? Hə, sürüşmə bir dəqiqə baxaq. Hı -hı. Bir də bunun əsas düzdür o gün dərsi mən əvəzmənlə soruşdum. Hı. Hə, sürüşmə olmadı, yaxşıdır, vəsə. Ha, okey, tamam. Neyi soruşdunuz? Eşitmedim. Hə, onu deyərəm. Birinci burdan mən sual verim, yoxsa hələ başqa nəsə deyəcəksiniz? Ha, hardan sual vermək istəyirsiniz? Deməli, birinci bunun kornerini dəyişmək üçün e, bunu mən nə tər aşağı çəkə bilərəm? Bu nədir belə? Hide names disable. Nəsə bunun başını buraxaq. Hə, deməli bu loqonun qıraqları verir, küncləri. Ha, Hə, bunun yumru hardan? falan. Aha. Necə? Bunun qıraqlarını mən yumru eləməyim üçün bu Ben variantda görmüyorum. ekran görürsüz. Ha, şimdi gördüm. Aha. Hə, bu bu yumru var ya, bax bu şu loqoda, bu kvadratda axı özü. Aha. Özünü məsələn düzdür, bəlkə rəngini eləsən, bəlkə də bilinməz, amma kvadrat qıraqlarının kornerini dəyişmək üçün, yumru eləmək üçün bura girib, burada tutaq ki, məsəl üçün deyirəm də, burada mən kornerə aid bir şey yazsam. Ya orada kornera ait çıxmayacaq. Onu biz siz necə eləyəcək? Siz yadınızda sizə keçən dəfə demişdim Nasıl ki, yaz? özümüz custom məsələn button falan yarada bilirik də, özümüz ölçülər falan verə bilirik. Onu hardan eləyəcəyik? Onu burada drawable girəcəyik. Orada özümüz shape falan yaradacağıq. Artıq oradan eləmək olacaq onu. Məsələn, yazacaq ki, tutaq ki, deyirəm, round of image, bunlar necə yaradılırsa fayllar, bir dənə round image deyə bir fayl da yaradacaq. Orada onun içində shape özümüz təyin eləyəcək. Gətirib burada sırıcının, qoham buna, gətirib onu qoyacaq. Hə, bayaq o günləri burada nəsə loqo mən qoyanda bura elə eyni formada o günkü proyekt vardı, yaşıl rəngdə. Onu məsələn burada gördüm açanda belə pəncərə açıldı. Orada cürbəcür variantlar belə vardı, qəribə bir şey var. Onu kod sitəsində də keçsəydiniz, görəcəydiniz ki, kodu var onun. Hə, onu da heç nə bunu bildim, bu getsin. Sonra Aha. ikinci soru neydi? Bu şeyin proqramın adını bir də loqosunu. Loqonu, proqramın loqosunu deyə buradan deyəsin eləyirlər. O bir Hə, şeydə idi amma.
Siz deməli tətbiqin ümumi görünən şeyini deyirsiniz. Device-da düzdür, logosunu deyirsiniz. Hə, ümumi tətbiqin özünün adı və şey, dedim, nə idi onun adı? Şəkli, logosu. Adı və logosu düzdür. Mhm. Aha, onu əslində deyəcəkdim, amma belə deyim də mövzularımız var. Ora keçib indi keçsəm bu səfədə orada əlavə bir şeylər də deməyimə ehtiyac var. Çünki tek bir şeylə olur, Hə. amma gəlin tamam. İndi bir dənə sizə göstərim onları. Amma Hezbada bir həmin dənə göstərim, yox. aha, həmin mövzunu keçəndə çünki ətraflı demək lazım olacaq. Tutaq ki, mən bu manifestin içinə girirəm amma siz bilməzsiniz ki, bu manifest nəyə görədir, nədir də, yəni. Hı Tamam. hı. Şimdi gelin manifestin içine. Aha. Hı hı. İstəyim. Aha, tamam. Bunu açın. Ha, bəli. İndi burada bir dəqiqə onu dinlə. Hə, baxın, Aykın buradadır. Bura düşür. Tamam. Bakın neyimdeki buradadır. Bir dəqiqə şuna kaçırsın. Bakın neyim de buradadır. Budur məncə. Bayaqlar adı yazılmışdı. Üstünə vurdum, Aha, dəyişdim. bəli. Yəni, dəyişmiş seviyorsunuz. Yo, yo, üstünə prosta vurdum. Adı belə birdən belə çıxdı Ha, bu tamam. formada. Mesela şimdi sizin komanızı səhv e, koma bir de sol klik eləyin. Bunun sol klik ismi vardı. Hə, beləsinə. Bir dəqiqə. Mən məsələn onu Windows sol klik eləyib gedə bilirəm. Siz necə edə bilərsiniz onu? Mənim Neyini necə hansı kodun içinə girib baxmağı necə edirsiniz Mac-də? kodun Tutaq ki, içinə aha, tutaq ki, main activity plan vardı, hansı bir nəsə klasslar vardı, bilirsiniz. Həmin o klassların içinə getmək üçün necə getmisiniz klass eğitimi? Və yaxud öz yazdığınız klassın içinə getmək üçün, metoddan getmək üçün. oydu, onun çətin deyəm. O şimdi yəni uzun sözün qısası, burada mən Bunlar normal aslında buradan göstereceğim. Ama istəyirdim ki, yəni belə qısa yolla da deyim ki, kontrol üstünə klik eləməklə yəni getmək olurdu normalda, amma Macdonun alternativini belə özünüz tapa bilərsiniz əslində. Çünki o indi təkcə burada yox, sizin bir çox yerdə işinizə yarayacaq. Çünki belə deyim də, iki klassınız var. O klasslardan birində məsələn metodu yaratmışsınız, digərində metodu çağırmışsınız. Həmin o çağırdığınız yerdə, məsələn, klik edib həmin o metodu harda yaratmışsınızsa, bura getmək istəyə bilərsiniz. Ona görə bir-bir burada faylda axtarmaqdansa, o proyekt çox olacaq, fayllar, folderlar çox olacaq burada klasslar. Burada axtarmaqdansa bir-bir həmin onun üzərini klik edirsiniz, gedirsiniz, onu tapırsınız. başa Tamam. düşdüm. Şey Aha. olacaq. Bunu Aha, necə necə? dəyişir? Hə, onu deyirəm indi. Deməli gəlirsiniz bura, valuesa. Aha. Bura strings'e keçirsiniz. Gəlirsiniz buradan dəyişirsiniz. Bir dənə bunu dəyişdirəm, da adı gedir. Evet, bəli. Bəs logo isə elə bir dənə oradan dəyişdirəm, da Logo koymuşsan Meetmap'ten değişirsiniz. bayaq göstərdiyimiz yerdən, hə, buradan. Aha, buradan Burada. değişirsiniz. Bu logo meselesi biraz genişti. Onun ölçüleri falan var. Bir neçə ölçü falan koymaq lazımdı. Ki fərqli cihazlarda görünmə məsələsi var. Onları izah edəcəm. Baxın, burada ölçülər var. Əgər genişlətsəz görəcəksiniz. Ee, Başa Ona düşdüm. Bunu mən necə qoya bilərəm ki, ora? tam buna koymuşuz ha. Baxın, elə onu deyirəm. Bura məsələn necə şəkil qoymusunuzsa, düzdür. Burada qoya bilirsiniz onu. Burada qoya bilirsiniz. Amma məsələ nədir? Məsələ buradakı ölçülərlə düz gəlməzdir. Siz bura tutaq ki, bu loqonu qoymusunuzsa, baxın bura. Buradakı kimi gətirib hazır qoya bilmirsiniz. Onun müəyyən bir, necə deyim, xüsusi ölçüləri var ki, o ölçülərlə qoyulmalıdır. Bir dənə logo dəyişmək istəyirdim. Nə yaman uzunmuş bunun logo dəyişməyi. Aha. Çünki dediyim kimi müxtəlif device'larda müxtəlif ölçüdə görünməlidir. Ona görə siz bura bu ölçülərdə qoyursunuz. Hansı ki, baxın, bir dəqiqə. Hansı ki, baxın, bu ölçülərdə qoyursunuz. Sonra artıq həmin tətbiq hansı device-da olsa özü müəyyənləşdirir ki, tutaq ki, deyirəm, mən bu ölçüdəki device-dayam, gəlirəm buradan bunu seçirəm və yaxud da bunu seçirəm.
Aydındır. Onu eləyərik üstünə. Yox, keçək üstündən. Çox gəldi nəsə bu. Hı hı. Olsa dedim o biri Mən proqram onu var. artıq baxın elə birazdan dedim. Ətraflı desəm o artıq bizim digər dərsimiz qalmış olur. O hissələrdə Yox, bilmədən logoya keçmək necədir? Elə düzgün deyil də. başa düşdüm, qalsın onda. Bu keçək öz dərsimizə. Tamam, tamam. Başqa nə sualınız var? Başqa hə bir də bunun bu rəngi var, bax bu. Bu yumruğun rəngi. Aha, Məndə onun rəngi məndə dəyişmir. dəyişmir məndə nəsə şey. Hə, onu da o da başqa cürdür. O da buradan gələcək deyəcəm onlarla. Onun da gələcək buradan tema var. Mesela temadadır. Və yaxud da ya buradan təyin eləmək olar Yox, ya da ki, bu şey quş işarəsi var, balaca. bəli, bəli. Odur. Onu dəyişmək üçün ora getmək lazımdır. Ben təkcə bu deyil də, yadınızdasa məsələn batını da dəyişmək olmurdu. Batını da burada məsələn, buradan da təyin eləmək olur. Batının indi özündə var idi, material batın var idi, background tint qoymaq olurdu. Ya da ki, gətirib məsələn bunun tutaq rəngini dəyişmək istəyiriksə, gələcəyi özümüz buradan bir shape təyin edəcəyik. Bayaq dediyim kimi custom drawable-da bir dənə shape qoyacağıq. Sonra gəlib burada checkbox yazanda artıq onu təyin edəcəyik. Bunların hamısını eləyərik. Yox, qoy bənövşəyə qalsın. Bənövşə yaxşıdır. Çünkü birbaşa təyin oluna bilmir ola. Ya burada bakın gelin böyle bir şey değil. Gelin temayı girin. Bu temayı girin. Hı hı. Şimdi buna girin. Like'a girelim ki. Ha, öyle kalsın sonra. Aha. Şimdi burada siz burada deməli içində necə ki bu təqlər yazılıb. İndi burada da təqlər yaza bilərsiniz. Baxın, bu vardı düzdür. Bunu açın bir dənə. Kommentdən açın onu. Kommentdədir ki bu. Hə, komment. Hı. Nətər kommentdir mənə çatmadı. Burada belə olur kommentlər. Digərini qoyanda işləmir. Yox, bir dəqiqə. Hə, hə. Nidanı da silin. Ha, digərini də silin. Ne oldu bir şey? Okey. Ha, bir şey. İgnor, bu artıq uzanır. Orada bir hal görə bunu belə deyim də. Buradan rəng qoyuruq bura. Amma indi sizin elə ki, necə ki burada drawable folderı var. Ha, baxın kənarda burada. Necə ki layout folderı var. Bir dənə də orada color folderı yaradacaq. Həmin o color folderının içinə istədiyimiz rəngləri qoyacaq. Burada indi onun istədiyi məsələn rəng olub tutaq ki bu. Adı bu olur. Bu adı altında kırmızı renk olur. Düzdür. Bu kırmızı rengi esasen sizin o aktivite main'de olan checkbox'unuzun rengi təyin olunur. Oyda bir dənə onun Bilirsiniz rəngini bu? seçmək üçün Aha. bunlar elə. Bilirsiniz. Bu aslında mesela bir tətbiqi yaradanda bir dəfə koloru yaratsaz, o aslında həll olunur. Hər sonrasında mesela kolor lazım olanda gedəcəksiniz o kolorun Hə. içinə. Bir dənəsini yazacaqsınız ki, tutaq ki, mən green əlavə edirəm, red əlavə edirəm. Sonra gələcəksiniz istədiyiniz yerdə kolor yazıb onu təyin edəcəksiniz. Aydındır. Hı hı. İndi yarılarda onlar şey dediğim kimi o vaxt olsa ayrı bir mövzudur. Bizim elə ki o digər yarımçıq mövzumuz qalır. Tamam. Baxın artıq əndə rəngi dəyişdi elə onu açdı deyə biliyor. Rəngi dəyişdik ha bunu. Ha dəyişdi. Çünki o belə deyim də açanda deyəsən item özünü gördü amma qızardı da çünki sizdə o rəng yoxdur. Ay yox, o vəbşə bir abırçı rəngdir. O çünki onun rəngi qalsın. Hı hı. Digərini komment alın. O da yadımdan çıxdı ki, hara girmişdi. Bir dəqiqə bura. Aha. Bu deyəsən bunu hansını komment yox, buraydı ya. Item var. Bəli, o idi. Item'ı komment alın. Yox, bu deyil. Digəri. Hı hı. Bunu komment. O ikinci səhvə komment alın. Yox, kontrol Z eləyin onu. Çünki elə Eyni. komment almırlar. Kontrol Z. Geri qayıdan elə bir. Hə, command. Hə, bir dənə girə alım deyirsiniz. Aha. Tamam. Ya Allah, görək nə oldu burada. Hər şey düzəldi. Hı hı. Okay. Şey keçək dərsimizə bu nəsə. Çox Şey asandır. tamam. Evet. Bundan anlatayım. Hı.
Siz bir dənə benden ekran paylaşın. Siz paylaşırsınız. Hı hı. Mən çıxım elə hara çıxınca çıxılır ha bunun. Hı, Stop şey. Açdınız ekranı. Yox hələ. Tamam. Hı hı. Paylaşmış hemen. Yox, heç nə görsənmir. Hı. Bir dakika. Bağladım. İndi paylaştım. Görsün. Gəlmək istəyir. Hə, söz gəldi. Aha. Deməli bizdə bu idi da düzdür. Bunu siz düzəldə bildiniz. Background'unu silib. Vaxtınız heç araşdırdınız onu. Nəyi? Demişdim ya bu şəkli biz Android Studio'da elə necə deyim hazır bir tool yoxdur ki belə deyim də background məsələn alsa onu transparent edirik. Amma başqa demişdim proqramlarla falan eləmək olur. Onu heç edib baxdınız necə? Proqramlarla proqramlarla yox, daha doğrusu baxdım, tapa bilmədim yaxşısını. Prosta bu arxa fon üçün məsələn, bir dənə sayt tapdım, qəşəng idi orada. HD formatında elə bir şey arxa fona şey qoymaq olur da. Oradan tapıb prosta o da necə faylın özü PNG olmalıdır deyəsən. Hər dəfə Bəli, yüklüdür, olmalıdır. PNG çeviririm. Baxın, buradan eləyə bilərik onu. Remove ən yaxşı hissələrindən istifadə etdiyim budur. Remove buradan bu Təmiz düzəltdim. arxanı şey eləyə bilir. Aha, baxın, indi transparent eləyəcək onu. Baxın, elədi artıq. İndi mən bunu Eləsə belə, yükləyirəm. Necə? aha. Eləsə belə yenə şeydir axı mən bilən. Çünki mən istifadə elədim. Bunun özünü belə yenə kvadrat formasında orada göstərir. Tamam, baxaq indi. Deməli, nə edəcəm? Baxın, buradakı bu idi da düzdür. Mən indi bunu silirəm buradan. Hı -hı. Sildim. Hı. Sildim. Aha, sildim. İndi nə edirəm? Gəlirəm bura. Bunu qoyuram bura. Hmm. Hı. Deyəsən, Hı. deyirəm biz ondan Hı. var desən nəsə deyir. Hı. Şöyle bak. Bunları eləyirəm. Hı -hı. Elə image yazını çıxır avtomatik deyəsən olar. Desem biraz stüdyo oldu çıkmadı. Gördüm. Çıxmadı ki, çıxmadı. Yani bir stüdyoda ara sıra böyle bir şeyler olur. Tekrar. Onu Ama sildirsə işte oradan da getdi. Oradan da burada gedir deyə. stüdyo ama. Hə, sildiniz. Məncə zibil kutusuna gedin, oradan təzədən götürün onu. Ya da ki şeydən götürün. Ha, gəldi şu. Niye kesinler diye bunu. Niye böyle değil? Niye seni kızardı? Bu. Sırıtıcı kombat nədir? Ora niyə qoyursunuz ki? Şekil orada koyuldu. Ora qoyurduq. Orada şeyi də axı deyəsən. Yani. Oydu. Nerede? Buradan ne indireyim? Hadi düştü o bura. Gelin buradan değişiğe koyak onu. Ne olur. Sırıcıya qoyurduq. Bu Sırıcıya qoymurdu axı. Yoxsa bir dəqiqə hara sırtı qoyurduq? koydum. Image. 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 Ha. Meet Belki diyor. onlar olur diyecek. Burada ne var diye belki. Burada abi yemeği göstermiştim size. Onu yox. Önce göstermiştim. Bakın Travelable'da new eləyirik. Buradan devam etmək olur. Image Assets'e keçirik. Buradan gəlirik hara.
Ha, Um, bunu geçen demişsin. Ha. yok, image. Image. Buradan keçirdiği Çox hara. uzun dur diye. Buradan ora gir, oradan ora gir. Download for. Hı, hı. Hı, hı, hı. Niçin boş gösteriyorsun? Kaçın. Burada dediğim zaman stüdyoda böyle olur. Bakın hangi açıldı diye diyor desktop'ta. Bakın da download boş gösteriyor. Peki götürmeyi istemiyor onu. Ona göre değil. Hmm, interested parts. Data. Onun parmak üstü yazılıb böyründə PNG, amma dəqiq PNG-dir o. Aha, deməli indi Android stüdyosuna görə idi bu. Qoydu deməli nəyi, böldü. İndi yazırıq nə? Bravo. Artıq gəldi. İndi girir buna. Bu gəlib buradadır. Keçirik dizayn hissəsinə. Gəlib baxın. Hmm. Artıq bu şəkildə eləmək olur. Tamam. İndi deməli nə edirik? Şimdi ben size yanınızda demiştim ki bir neye öğreteceğim. Yeni bir screen yaratmayı öğreteceğim. Onu aslında indi öğretmeyecektim ama niye indi diyeceğim onu? Çünkü artık bu screenin üzerinde işlemeyi necə deyim, yaxşı olmayacaq. Çünki keçən dəfə də gördük ki, komponentləri izah etməliyim. Komponentləri bunun üzərində izah eləmək olmur. Ona göre yeni birini yaratmaq lazımdır. Onu da hardan yaradırıq? Baxın buradan. Deməli, hardadır? Main activity burada düzdür. İndi mən onu buradan yaradıram. New edirəm. Sonra gəlirəm bu activity hissəsinə. Activity hissəsindən gəlirəm, eləyirəm empty views activity. Tamam. Hı. Baxın, artıq mən burada istədiyim adı yazıram. Bir də buna fikir verin. Main activity 2, activity main 2 onunla eyni adlı layout faylı yaranır. İndi mən buranı silsəm, avtomatik o da silinəcək. Keçən dəfə deyirdim, burada necə olur ki, bu yarananda avtomatik olaraq bu da yaranır. Baxın belə, indi onu eləyir. Yəni, bu yolla yaratmasanız, indi başqa cür yaratmaq yolu da var. Onunla yaratsanız artıq elə bil ki, bunun layout faylından əlaqəli durmur. Amma buradan yaratsanız qurur və bu məsləhətdir ki, çünki o dediğim sunla yaradanda gelip sonra tezden buradan layout'un özünün içinde fayl yaradanda o problemlere sebep olur. Ona göre de bu yolla el bilgi arasında əlaqə qura bilmir. Ona göre de buradan yaratmaq lazımdır. Gəlin yaradaq. Tutaq ki, komponent screen diye bir şey yaradaq. Şimdi komponentləri digərlərini izah edəcəm. Komponent screen. Baxın, özü otomatik yarataq. Komponent screen. İndi nə etdik? İndi bunu finish eləyirik. Tamam qalsın. Baxın, öz klassını da yaratdı. Gəldi bura faylı da yaratdı.